Gələn ildən əmək haqlarına tətbiq ediləcək vergi güzəştlərinə yenidən aydınlıq gətirilib. Vergi güzəştləri ləğv edilmir, yeni güzəştlər formalaşdırılır. Bu barədə İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Milli Məclisdə hüquq siyasəti və dövlət quruculuğu, müdafiə təhlükəsizliyi və korrupsiya ilə mübarizə, insan hüquqları və regional məsələlər komitələrinin birgə iclasında məlumat verib. Bir daha biz bəyan eləmək istəyirik ki, vergi güzəştlərinin ləğv olunmasından söhbət getmir və gedə də bilməz. Söhbət ondan gedir ki, dünyanın hər bir yerində vergi güzəştləri müəyyən olunanda o müddətli olur. Vergi güzəştinin bu növü üzrə də 7 il müəyyən olunmuşdu müddət və bu müddət başa çatdı. Həmin məsələyə vergi güzəştinin yeni bir növü gətirilir. Yəni bu adamlara, yəni 2500 manata qədər əmək haqqı alan adamlara bu 14% olmalıydı. Gələn ildən bu 3% olacaq. Mənə belə gəlir ki, Azərbaycanda 2500 manat əmək haqqı alan insanların sayı kifayət qədər çoxdur və 3% də o qədər də böyük məbləğ deyil.